Bugün müsəlmanların 9-cu imamı İmam Məhəmməd Təqi əleyhissalamın şəhadət günüdür. İmam 220-ci il Hicri qəməri ilində Möhtəsimin əmri ilə zəhərlənib şəhid edilib. Onun məşhur ləqəblərindən biri də Cavaddır. İmam Məhəmməd Təqi əleyhissalam Hicri tarixi 195-ci ildə Mədinə şəhərində göz açıb. Cəmi 25 il ömrü olan İmam Cavad əleyhissalam 17 il müsəlmanlara rəhbərlik edib. Atası İmam Rıza əleyhissalam Məmun tərəfindən şəhid edildikdə İmam Məhəmməd Təqinin cəmi 8 yaşı olub. Rəvayətlərə görə kiçik olmasına baxmayaraq İmam Cavad atası şəhid edildikdən sonra onu Xorasanda Məmunun sarayında ziyarət edib. Hazırda Məşəd şəhərindəki İmam Rıza əleyhissalamın ziyarətgahını aparan qapılardan biri bu hadisəyə işarə edərək Babul Cavad, yəni Cavad qapısı adlanır. İmam Məhəmməd Təqi əleyhissalam Bağdadın Qureyş qəbirstanlığında babası İmam Kazım əleyhissalamın məzarının yanında dəfn edilib. Bu hüzünlü gündə dünya müsəlmanlarına başsağlığı veririk.